Salam, hər vaxtınız xeyir. Mən Bahar Qaraxanova. Bu gündən çalışacağam ki, kursa imkanı çatıb gəlməyən şəxslər mənim kiçik də olsa dəstəyimlə hər hansısa bir müsahibədən müsbət cavab alsınlar və elə bu gündən başlayıram kiçik-kiçik müsahibələrdə verilən və sizin o müsahibədə işə alınmağınıza kömək olunacaq suallardan ibarət bir task hazırlayım və o suallarla sizə kömək olum. Az da olsa sizin işə daxil olmağınıza dəstək olsam mənim üçün çox xoşdur. Və müsahibədə ilk ünvanlanan suallardan biri də sizin praktiki işləyib işləmədiyiniz sualıdır. Əslində belə qalsa bu sual işə götürən üçün çox vacib bir nüansdır. Çünki işə götürən də istəyir ki, qarşındakı şəxs heç olmasa elektron qaymə dedikdə elektron qaymənin nə olduğunu bilsin. Bank ödənişi, bank çıxarışı, çıxarış, debitor, kreditor nə deyiləndə qarşındakının nə dediyini bilən bir şəxs istəyir işə götürən. Buna görə də çalışacağam ki, etap-etap sizə bunları izah edeyim, gücüm, qüvvətim çatana qədər. İndi gələk ilk suallardan biri. Müsahibəyə gedirsiniz və soruşurlar ki, sizin real praktiki bacarığınız varmı? Siz deyirsiniz ki, ya var, ya yoxdur və orada ən vacib nüanslardan biri köçürmələrlə bağlıdır. Yəni biz dedikdə ki, tutalım mən real praktiki bacarığım olmasa belə, mən real şəkildə kursda yaxud da ki, hər hansısa bir praktikada mən həqiqətən də elektron qaymə əsasında ödəniş etmişəm. Bu artıq ödəniş etməmişəm cümləsindən daha üstündür, daha perspektivdir. Ona görə də mən sizə göstərəcəm. İnşallah praktika edərək siz özünüz də real şəkildə göndərərək seçilən namizədlərdən biri olasınız. İndi gəlirəm ilk öncə mənə elektron qaymə gəlib. Baxın, elektron qaymə faktura. Mənə axırıncı dəfə Çinar Parkdan elektron qaymə gəlir və bu elektron qaymə təsdiq gözləyən statusundadır deyə hələ ki buna dəymirəm. Əslində burada PIN 2 ilə təsdiq edib, PIN 2 ilə təsdiqləyə bilərəm. Amma hal-hazırda bu qalsın, gələk bura. Çinar Park görürük ki, bizə elektron qaymə göndərib. Çinar Parkın içinə daxil oluram. Elektron qaymə Çinar Parkdan mənə gəlibsə, bu o deməkdir ki, mən bu elektron qaymənin ödənişini etməliyəm. Gələk ilk öncə nəyə? 14 manat 16 qəpik. ƏDV daxil mən Çinar Parka 14 manat 16 qəpik ödəniş etməliyəm. Yəni əsas məbləğ bankdan 12 AZİ. Məbləğ 2 manat 16 qəpikdir, ƏDV depozitdən köçürməliyəm. Və mən gedib əsas səhifəmə baxdıqda görürəm ki, ƏDV depozit hesabımda ödənişim yoxdur, düzdürmü? Məbləğim yoxdur. Vəsait olmadıqda bu zaman mən ƏDV qeydiyyatındayam. Çinar Parkda ƏDV qeydiyyatında olduğu üçün mənə ƏDV-də elektron qaymə göndərib. Bu zaman mənim ƏDV depozit hesabımda ödənişim olmadığı üçün rahatlıqla gedib bir bankımda, yəni bank hesabımdan ödənişi Çinar Parkın ƏDV hesabatına da köçürə bilərəm. Gəlin indi baxaq. Köçürmələr bölməsi. Köçürmələr bölməsində köçürmə yarat. Köçürmə yaratdan milli valyuta. Burada göndərən mənim hesabım, alan Çinar Parkın İBAN-ını yazırıq. Çinar Parkın adını, Çinar Parkın müəyyənini qeyd etdikdən sonra köçürmə məlumatı olaraq gələcəm burada. 12 manatı qeyd edəcəm. 12 manatı qeyd etdikdən sonra təyinata biz müqaviləmizin tarixi nömrəsi və bu müqaviləyə əsasən göndərilən MT malların təqdim edilməsi elektron qaymənin nömrəsini qeyd edərək təyinatı yazırıq və əgər depozit hesabımda ödənişim yoxdursa, bu zaman həmin depozit hesabımın da olmamasına rəğmən mən gedib neynirəm? Çinar Parkın depozit hesabına mən 2 manat 16 qəpiyi köçürmə edirəm.
Bu qədər sadə. Təyinat olaraq da yenə bura nə təyinat yazmışamsa, gəlib eynisi təyinata düşəcək və bu qədər. Köçürmə yaradırıq. Köçürmə yaradanda isə gəlib düşür imza gözləyənlərə və imza gözləyənlərdə mən qalışqanı vururam və imzalayaraq PIN 2 ilə təsdiq edirəm. Bu qədər sadə.